Esselamu Aleyküm. Bugün Arafa günüdür. Dünən axşam məscid imamı Arafa günü haqqında çox təsirli bir xutbə verdi. Yadımda olan bir hissəni sizinlə bölüşmək istərdim. Belə ki, bir gün bir Yahudi Ömər ibn Xəttaba belə deyir. Ey möminlərin əmiri, sizin kitabınızda bir ayə var ki, əgər o bizə nazil olsaydı, biz o günü bayram edərdik. Ömər radiyallahu soruşur, hansı ayə? Yahudi deyir, bu gün dininizi sizin üçün kamil etdim və sizə olan nimətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Maidə surəsi 3-cü ayə. Ömər deyir ki, biz o günün hansı günə təsadüf etdiyini bilirik. O, Arafa günü, cümə günü idi və Peyğəmbər sallallahu aleyhi və səlləm də Arafada idi. Subhanallah, bu möhtəşəm ayə məhz bu gündə nazil olub. Bu gün adi gün deyil, bu gün nazil olan ayə ilə dinimiz kamil oldu, mükəmməl oldu, hər şeyi əhatə etdi. Bu ayə İslamın tamamlandığını və artıq dinin heç bir əlavəyə və dəyişikliyə ehtiyacı olmadığını bildirir. Bu deməkdir ki, halal yalnız Allahın halal etdiyidir, haram isə yalnız onun haram etdiyidir. O gün nə din hesab edilirdisə, bu gündə din o olmalıdır. Bu din Allahın bu ümmətə verdiyi ən böyük nimətdir. Hətta bu din ilə Allah subhanahu wa ta'ala ən xeyirli rəsulu, peyğəmbəri bizə göndərdi. Ən şərəfli kitabı da bizə nazil etdi. Bəli, İslam son din, kamil din, Allahın sevdiyi və bizim üçün seçdiyi dindir. Əgər bu din kamildirsə, bizə düşən onu öyrənmək, yaşamaq və qorumaqdır. Sizcə, Allahın bizim üçün sevib seçdiyi dində Allahın sevdiyi qul olmaq üçün bizlər nə etməliyik? Fikirlərinizi şərhlərdə bildirin, bizə çox maraqlıdır. Ümid edirəm ki, faydalı oldu. Selamun Aleyküm.